Əhval-ruhiyyəmiz hər zaman olduğu kimi çox gözəldir. Biz davam edirik və artıq gəldik verilişimizin ikinci hissəsinə və bundan öncə də sizə anons eləmişdim ki, çox dəyərli qonaqlarımız olacaq studiyada. Əminəm ki, sizin ürəyinizcə olacaq. O da ki, istəyirəm ki, yaxın əyləşəsiniz. Çünki bugün böyük şəxsiyyət, dahi ustad, belə deyərdim, böyük şəxsiyyət, dahi ustad, musiqi mədəniyyətimizin, muğamımızın dahi sənətkarı, xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımov bugün bizim studiyamızda qonaq olacaq və hal-hazır vaxt itirmədən mən istəyərdim ki, elə bu qonaqları studiyaya dəvət eləyək. Çünki onlar üçün bilirəm ki, hər biriniz darıxmısınız və mənim üçün böyük bir şərəfdir ki, belə dəyərli, böyük ustadlar, bax, bizim bugünkü studiyamızda qonaqdılar. Beləliklə, Alim Qasımov və Fərqanə Qasımov, buyursunlar. Xoş gəlmişsiniz, Alim müəllim, xoş gəlmişsiniz. Həmişə siz gələsiniz, xoş gəlmişsiniz, Fərqanə xanım. Buyurun, əyləşin. Buyurun, Fərqanə xanım. Sabahınız xeyir olsun. Salam, aleyküm, sabahınız xeyir olsun. Xoş gəlmişsiniz. Xoş günlərdə görüşək. Alim müəllim, çox sağ olun. Çox böyük şərəf verdiniz. Mən fəxr edirəm ki, sizinlə bir sağ olun. Bizi sahib verilişdəyik. Çağırmışsınız. Yəni, mən deyirəm ki, siz hər verilişə getmirsiniz. Biz də sağ olaq ki, gəlmişik. Sağ olsunlar ki, çəkirlər bizi. Sağ olsunlar ki, göstərirlər bizi hərdən birdən. Hərdən birdən yox, biz istəyir hər zaman göstərək. Alim müəllim, maşallah, o qədər festivallara gedirsiniz, iştirak edirsiniz, konsertləriniz olur ki. Əlbəttə, cəmaatla bölüşdürmək lazımdır. İnşallah biraz indi bölərik, biraz da sonra. İnşallah. Fərqanə xanım, necəsiniz? Sabahınız xeyir olsun. Şükür Allah, yaxşı. Ustadım yanımda, sizi kimi gözəl xanım verilişdə. İnşallah yaxşıyıq, hamımız çox şükür. İnşallah. Mən düşünürəm ki, səhər-səhərdir. Biz də süfrəmizi bəzəmişik. Əlbəttə ki, çaydan başlamaq lazımdır. Gətirin mi çay? Bu sizə bağlıdır. Bəli, çay içək. Ondan sonra da gözəl-gözəl, şirin-şirin söhbətlərimiz olacaq. Yeri gəlmişkən, əziz tamaşaçılarımız eksklüziv olaraq bugün Alim Qasımov və Fərqanə xanımın maraqlı açıqlamaları olacaq. Və Amerika səfərindən qayıdıblar və çox gözəl görüntülərimiz var. Yeri gəlmişkən, heç arada məndə bu görüntülər olmayıb. İlk olaraq bizdə olacaq. Böyük bir layihədir və doğrudan da fəxr edirik dəyərli sənətkarlarımızla. Bəli, və düşünürəm ki, mən çay verəcəm və bu məqamda əlbəttə ki, Fərqanə xanım, sizdən də gözəl bir ifa istəyərdik söhbətimizə keçməmişdən öncə. Olar mı Fərqanə xanım? Olar, olar. Buyurun, Alim müəllim. Çox sağ olun. Oktyabrın 29'undan Intersirk 3. İtalya sirkinin pələnglər atraksiyonu şəhərimizdə. Çili, Rusiya, İtaliya, Belarus, Guatemala və Ukrayna artistlərinin iştirakı ilə möhtəşəm sirk proqramı. Qeyri-adi illüziya, əhliləşdirilmiş heyvanlarla rəngarəng nömrələr, hava gimnastları, akrobatlar, transformasiya, şənklon, rob və daha nələr. Əlaqə telefonları 597 25 95 597 28 48. Sevdiklərinə yorulmadan səni sevirəmdir. Masallıya səyahət edən Elvis'in səhhətində ciddi problemlər yarandı. Çəkiliş məkanına təcili tibbi yardım briqadası gəldi. Ağac başında 35 metr hündürlükdə çay içməyin ayrı ləzzəti var. Nətər? Tədəblidir, amma qorxuram. Evyəsi nəyə görə qonaqla eyni masada əyləşmək istəmədi? Belə yemək gəllər. İsti ağac kömürünü yemək sandı. Nəticəsi isə ağır oldu. Birazca da döz, birazca da döz. 29 oktyabr, saat 11'də ARB-də Ac Elvis. Yüksək məhsul əldə etməyin sirri nədədir? Birinci növ kateqoriya toxum olsa, biz bundan da 6 ton, 5 ton hektara biz götürmək olur. Torpağa necə qulluq aparılmalıdır? Bu dəqiqə bezərmə işləri aparılır, alaqlardan təmizlənməli, suvarması. Mütərəqqi texnologiyalarla işləyən təsərrüfatların ənənəvi təsərrüfatlarından fərqi. Müasir texnologiyalar kəndliyə nə verir?
Tarafı səpilən pambıq yerlərində bitiş demək olar ki, 98% alınır. Hər həftənin bazar günü saat 15:30-da Aqronomda. Cavabsız suallar səni yorubsa, aynadakı adamla tez-tez qarşılaş. Gəldindən iki əmbə buludlar kimi axdı. Bilməm niyə getdin, niyə döndün, niyə baxdın. Yavaş yavaş gece geçer, gece geçer. Hiç bilmirəm necə keçər, necə keçər. Səni durub düşündükcə, düşündükcə qoşun çəkər xatirələr, xatirələr. Yavaş yavaş gecə keçər, gecə keçər. Heç bilmirəm necə keçər, necə keçər. Səni durub düşündükcə, düşündükcə qoşun çəkər xatirələr, xatirələr. Ürək deyər ayrılığın özü dönsün bu dünyadan. Ürək deyər ayrılığın özü dönsün bu dünyadan. Ay çəkilir yuxu kimi, yuxu kimi. Bir ovçunun oxu kimi, oxu kimi. Hamı deyər, hamı gülər, hamı gülər. Ben gülmərəm çoxu kimi, çoxu kimi. Çöldə turaş haray çəkər, haray çəkər. Salam fəryad haray çəkər, haray çəkər. Yerdən durub susaram mən,
sağ ol Fərqanə. Çox sağ ol Fərqanə xanım. İnanın ki, heç istəmədim bitsin, inanın sinifanız, Çox doldurumuz, gözəl qidalanır. kompozisiyadır. Sağ olun. Allah bəstəkarına da rəhmət eləsin. Kimindir bu mahnı? Bu mahnı Oktay Kazımovundur. Aranjman Rüstəm Zeynalındır. Rüstəm də sağ olsun. Sağ olsun, gözəl, həqiqətən aranjman. Çox gözəl ifadə. İfa möhtəşəmdir, əlbəttə qəsər möhtəşəm. Çox sağ olun. Alim müəllim, vaxt itirmədən mən keçmək istəyərdim Amerika səfərinizə və orada doğrudan da tamaşaçılarımız artıq bilirlər, məlumatlar var, amma istəyərdim ki, bugün məhz bax bu verilişi ona həsr eləmişik. Çox maraqlı görüntülərimiz də olacaq. Leyli və Məcnun Amerikada. İstəyərdim bu vaxtı danışaq. Buyurun. Yəni bu bir neçə dəfə biz ifa eləmişik Fərqə xanımla. İpək Yolu Ansamblının Yoyaman rəhbərliyi ilə o Çello çalan var, dünya şöhrətdir. Və o ştatlarda çoxlu konsertlər vermişik. Ondan sonra bir neçə il keçdiysə, bir 7-8 il. 5 il, 5-6 il keçdi. Ona görə o Yoyamada o Markla dost imiş. Deyib bir yaxşı tamaşa var, ona bir rəqs qurmaq lazımdır. O tamaşanı canlandırmaq lazımdır. O da deyib, yox, mənim üçün ağırdır, belə falan, mən onu qoyub kənara, amma bir neçə ildən sonra bir gün bizə dəvət gəldi ki, bəs filancı ildə bu işi görmək lazımdır, istəyirik, o yan bəyan. Bizim zapistlərdən oturub qulaq asıblar və başlayıblar onu tamaşanı qurmağa. Yəni biz də getdik, bir xeyli ağda biz də o tamaşada iştirak elədik, təzədən bizi ilə də qurdular. Çox möhtəşəm bir hal yarandı orada, eşq yarandı. Yəni Allah ruhu şad eləsin, Üzeyir bəyin, Məhəmməd Füzulinin, qarınlarına da can sağlığı versin. Amin. Çox gözəl bir orada birləşmə oldu. Yəni dünyavi bir şey oldu. Yəni biz şərəf duyduq o işdən. Biz sizdə şərəf duyuruq, Alim müəllim. Amma bizim görüntümüz var. Bax, bu səhv eləmirəmsə ilk konsertinizdir. Yoyaman olan ilk konsertinizdir. Please welcome Alim Kazimov and Fergana Kazimova. Xatırladıq o günlərdə. 2010-cu ildə Fərqanə xanım. 2010-cu il, 6 il keçib və məncə çox maraqlıdır. Alim müəllim, neçə müddət qaldınız Amerikada? Bu məşq. Axırıncı dəfə. Bir ay oldu da. Bir ay. Bir ay, yəni hər gün məşq. Gündə neçə saat məşq oldu Alim müəllim? Elə oldu ki, səhər durub gedirdi, bir də axşam qayıdırdı evimizə. Axşam qayıdırdınız. Yəni çox əziyyət çəkdiniz, amma doğrudan bəhrəsi də çox gözəldir. Konsertdən sonra da səhv eləmirəmsə. Çox maraqlıdır ki, konsertdən sonra biri çıxartdılar səhnəyə. Necə gözəldir, aha.
Təzədən başladıq onları sual-cavablara cavab verdik. Bu şəkillərdir. Bu konsertdən olan şəkillərdir. Hə, bəli. Yəni bu qeyd etmək lazımdır ki, çox böyük bir bu səhnə quruluşuna görə xüsusi bir dizaynerə, rəssam dizaynerə müraciət eləmişdilər. O rəngləri, o şəkilləri quraşdırıb, hətta o, yəni özündən yox, bizim tarixə nəzərən, keçmiş tariximizə nəzərən o rənglərə uyğun bu səhnəni qurub. Həm geyimləri də, elə deyil mi? Geyimləri, rəngləri, hamısını yəni üzərində işlənilib. Deyə bax, Mark Morris. Mark Morris, bəli. Bəli, bu paltarları təqdim edən vaxt idi, məşqlər zamanı. Bu Mark Morris'in öz binasıdır. Binası. Öz binası var, 3-4 mərtəbə binası var. Orada dərs keçir, uşaqlar gəzir. Yəni, çox dünyavi bir tanınmış adamdır. Bu da məşhur Strings saytına görə bizi xüsusi orada bir parça oxuturlar ki, saytda. Bu, elədir ki, birinci məşqlərdir. Birinci məşqdir? Birinci məşqlərdir də, yəni əvvəllərdir. Əvvəl belə başladıq. Sonra bunu təqdimat kimi eləmişlər bir sayt. Tamam. Olay kaldı, o məşhur edir. Ali müəllim, bir sual vermək istəyirəm. Yoyoma, bax siz getməmişdən öncə bu əsərlə tanış mıydı? Leyli Məcnun əsərin? Yox. Yox. O bura gələndə, Bakıya gələndə burada konsert verdiyi bir yerdə. Sonra elə bir söhbət düşdü ki, sən nə istərdin? Onlar da yeni proqram istəyir ki, işləsinlər də bir yeni proyektlə. Mən də dedim ki, valla bu mənim arzumdur ki, beləncə bir şey olsun. Çünki o böyük operanı o cürlə aparıb gətirmək çox çətindir də. Yəni, onu təqdim eləmək, elə artisti aparasan. Yəni, bu sizin təklifinizdə oldu? Mən burada dedim ki, mən belə arzumdur ki, beləncə bir Fərqanə xanımla Leyli Məcnun oxuya, belə form. Dedi, hazırlığı verərsən, gətirərsən. Mən də operada işləyən Məlahət xanıma dedim. Elə getdik, oturduq, o da Leyli Məcnunun həmişə məşqlərində olub, musiqiçilərə kömək eləyib, o xanımdilərə kömək eləyib. Elə 5 dəqiqə o dedi, 3 dəqiqə mən dedim, o əmbəyə onu bir yığdıq kompozisiya kimi ki, hər şey olsun da, musiqi olsun, ritm olsun, Leyli Məcnunun oxumaları olsun. Elə yerlər oldu ki, orada xor yerlərin orkestri çalır, biz oxuyuruq. Beləcə bir montajlar olur, amma sonradan baxıram, deyirəm ki, maraqlıdır, yəni çox. Mesela orada bir Şahnaz yeri var, Məcnunun, orada Ya Rəbb, bəlayı eşq elə qıl aşina məni, birdən bəlayı eşq edən etmə cüda məni. Bu ayrı oxunur, sonra nəsə olur, sonra Leylinin Şam pərdəsini göstərirlər. Amma bu, ondan əvvəl də biz onu birləşdirmişdik. Rəhməti Şəfiqə Axundavanın mahnısında onu biz qəzəl formasında oxumuşduq. Orada mən düşünürəm Şura, sonra Leyli də Şam pərdəsini oxuyur. Yenə Məcnun gedir, öz fəryadını eləyir, yenə qayıdır Leyli Məcnun, Leyli öz Şamı ilə söhbət eləyəndən sonra da axırda deyir ki, nəxvət qılıb nəsib Füzuli kimi mənə, ya Rəbb, müqəyyəd eyləmə mütləq mana məni. Orada yəni bizim operada Füzulinin adı da çəkilmir ki. Yəni bəzi dəyişikliklər olub, yəni mənə gəlir ki, maraqlı bir şey çıxıb. Hətta orada yazılıb ki, biz çoxlu maraqlı broşuralar gətirdik orada konsertlərdən. Orada yazılıb ki, aranjman, Alim Qasımov, orada 2 musiqiçinin adı, Johnny, bir də Colin'in adları yazılıb ki, bunlar yəni bu əsəri 3 nəfər aranjman eləyib. Mən orada gördüm, çox sevindim ki, yəni mənə elə gəlir ki, bu elə rəhmətliklərin də, necə deyim, əsərlərinin bu səviyyəyə çatması, yəni artıq dünyaya çıxması, Amerika səhnələrində bu Leyli Məcnunun tanınması, həm də o tərcümələr orada gedirdi.
həm yəni təbliğat çox necə deyimsə fəxr olunması bir həqiqətən bir şeydir. Və Ali müəllimin də məşqlərdən görüntüləri var. Gəlin bərabər izləyək tamaşaçılarımızla. Buyurun. Məcnunun toya gəlib toyda şunu salam vaxtıdır. Cürmümüz nə oldu ki, bizdən eylədin biz arlıyıq. Biz qəmil çəkdik, sən etdin özgəyə qəmkar. Zulüm bu ne sitem, bu ne zulüm bu ne sitem. Eşkin oduna yandım, hicran sitemin kandım. Ben sen daha bu imiş Leyli, bu imiş Leyli. Bir vefada yar olar mı? Bir vefada yar olar mı? Allah bu ne zulüm, bu ne sitem. Eşkin oduna yandım, hicran sitemin kandım. Ben senin vefam bu imiş Leyli, bu imiş Leyli. Bir vefada yar olar mı? 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 Çox möhtəşəmdir. Çox istəyərdim onu izləyim, canlı görüm. Ali müəllim, bəs tamaşaçılar necə qəbul elədi? Mark Morris'lə olan, bax, rəqsdən qurulan bu Leyli Məcnunu. Çox yerli iştirak edir, çox satlara getdiniz. Buyurun. Səhnəni bölüşdürmüşük, söhbəti də bölüşdürmüşük. Buyurun, Fərqanə xanım. Tamaşaçılar, məsələn, biz orada elə Ayda xanım vardı, Hüseynova, çox, yəni bizim fəxr etdiyimiz bir xanım ki, o Amerikada işləyir, müəllimə işləyir, həm də orada bütün bu tamaşa boyu bizim yanımızda olub, həm o özü də master klassları verirdi bu Leyli Məcnun haqqında, həm də bizim üçün tərcümə ehtiyacı olurdu. Yəni o hər dəfə çıxanda bizi qucaqlayıb, bağrına basır, ağlayırdı. Bütün Amerikanlılar da ağlayır, mən də ağlayıram deyir. Nə qədər deyir, adamı nə qədər ağladarlar, bəs sürün. Yəni 10 konsertin onda da həmən sözləri eşitdik. Amerikanların, çünki onlar həm Mark Morris'i, yəni orada onun tamaşalarını tanıyırlar. Çünki biz orada eşitdik ki, ən son dərəcə modern bir səhnə quran, yəni koreoqraf sayılır. Və həm Silk Road layihəsi orada, həm Alim Qasımovla və onun qızı. Çünki onların hərəsi hər kəsdən elə bir ilham alırdı, hər kəsin işindən bir zövq alırlar. Ona görə hamısı çox razı getdilər və biz özümüz də çox sonda razı qalırdıq ki, biraz səsdə bizi bəzi problemlər olur. Ondakı, yəni söylədik, yəni gəlin, çünki 2017-ci il, 2018-ci il artıq onlar bu tamaşaları qurublar yenidən və biz xahiş elədik ki, bizə gözəl elə bir səs verin ki, biz o halı itirməyək orada. Yəni, başqa bizim heç bir problemimiz olmadı, hər şey çox gözəl oldu. Bəs rejissoru kim idi bu əsər, yəni layihənin? Demək, Mark Morris, o işi aparan, o işi quran, özü rəssamı, rejissoru, hamısını özü çağırmışdı. Yox, özü dəvət eləmişdi. O təşkil eləmişdi o şeylər. O üstündəki oynayan şeylər var,
səhnədəkilər, onlar hamısının şəhər hamısını daşıyırdılar. Bizim oturan yeri, o səhnə qırağını. Orada çox maraqlı bir şey oldu ki, bu zallar çox möhtəşəm zallardı, həm çox hörmətli idi. 2500-3000'lik zallar idi. Orada tamaşaçı, işbirasatçı hamısı başqa millət idi. Azərbaycan çıxandan sonra bir gördük 200 tane Azərbaycanlı gəlib görüşür, şəkil çəkdirir. Biz bilmirik, filan kəslər bilmirdik. Elə reklam eləmişlər ki, hələ bir il qabaqdan eləmişdir, amma bunlar o bilmirdilər. Yəni, elə belə reklam eləməmişlər. Yəni, bir il öncədən reklam edirlər orada hər bir şey. Bir özlərə, əlbəttə o boya ölkəni dair. Mən də orada xüsusi, yəni, imkan olmurdu da, axırda baş əyib çıxırdı. O səhnəni çox istəyərdim çəkim. Yəni, birində qismət oldu çəkmək. Həqiqətən də boş bir yer yox idi. Yəni, onu anşlaqla keçmişdi. Bəli, bütün yəni 10 konsertin 10'unda da səhnə çox, yəni tamaşaçılar doluydu. Bizdə görüntülər var, birazdan biz onları göstərəcəyik. Bəli, amma indi hal-hazırda isə Yo-Yo'nun müsahibəsi var, istəyərim ki onu izləyək. Buyurun. What is Leyla and Majnun? Leyli və Məcnun ərəb dünyasında məşhur olan Romeo və Julietta tipli bir operadır. Əslində hər şey çox sadədir, sadəcə sonluğu gözlənilməzdir. Leyli ilə Məcnunun obrazı çox sadədir deyə beyində canlandırmaq olur. Ali müəllim, bəs indi inşallah bax bu layihə bizə Azərbaycana gətirilə biləcəkmi? Hələ orada çox məşq eləməliyik, sonra gəlməliyik. Hə, məşq eləməliyik. İnşallah fikir var. Bizim də nazirlikdən maraqlanmışdılar onlarla. Çünki orada hansısa ildə, hansısa vaxtda biz bu şeyə gəlməliyik. Dubai nədir ora? Abu Dhabi'də olmalıyıq. Bu layihə ilə, hə, bəli. Onlar deyir ki, onlar bilərdi ki, bu imkan olsa, Abu Dhabi'dən də Azərbaycana biz gedə bilərik. Çünki onlar o kollektiv, onlar biraz gəlmələri, getmələri, onların biraz nazik qəmzələri bizimki kimdir də. Biz biraz özümüzü yüngül aparırıq, onlar özlərini ağır aparırlar. Ali müəllim, çox mu insan var idi ansamblda? Yəni, çox mu? 4 dənə Leyli, 4 dənə Məcnun, bir Leylinin anası, bir Məcnunun anası, musiqiçilər, sonra səhnə quranlar, sökənlər. Böyük bir komandadır. Bir samolyot adamdır. Amma inşallah biz də çox istəyərdik ki, canlı Azərbaycanda izləyək. Çox, elə ürəyimizdən həmişə keçir və keçir də. İnşallah nazirlərimiz, Heydər Fondu inşallah bəyənsə, yağın ki, çağırarlar. İnşallah. Bu məqamda Fərqanə xanım, sizdən gözəl bir ifa istəyək. Oxu, hər şeyi öyrən, çalış, qazan. Türk'ün ölümüne ferman yazanlar olsun yüreğine Türk'ün qadası yaman. Gece gündüz ayak altı kazanlar silinmez dünyada Türk'ün sedası aman silinmez dünyada Türk'ün sedası aman çırpınırdı Karadeniz bakıp Türk'ün bayrağına çırpınırdı Karadeniz bakıp
Türk var, ora mənim elimdir. Uca Türkük kitabımız Kur'andır. Türkü deyən diller ana dilimdir. Vətən Qarabağdır, vətən Turandır, vətən Qarabağdır, vətən Azərbaycan bayrağına Qarabağdan asacağım. Maşallah, inşallah, maşallah, inşallah. Fərqanə xanım, çox sağ olun. Yaşa. Buradakı bütün alqışları sizin üçündür. Bizim dəyərli operatorlarımız çox sağ olun. Əminəm ki, Sağ olun, tamaşaçılarımız da sağ olun. ekran qarşısında izləyir. Mən çox incə bir, burada Buyurun. bir Orada mövzu çıxırsan, var. vallahi, Ah, ehtiyat başlayır. İncə bir mövzu var ki, çünki mən bu mahnının o xüsusi şeirləri var. Mən onu, yəni Söhrab müəllim var ki, şeir yazırdı. Mən ona xahiş elədim. O da xüsusi olaraq bu mahnıya sağ olsun, Zöhrə yazıb. Yəni mən Çox öz yaraşır. təşəkkürümü bildirirəm. Çox Yaraşır. gözəl ifadə oradan da. Aha. Yaxşı bəzəmişsiniz, sağ olun. Bəli, Fərqanə xanım, ümumiyyətlə son albomumuzda çox fərqli təqdimatlarınız oldu. İstəyirəm ki, bu haqqda danışaq. O bilirsiniz, arzularımın, istəklərimin içimdə olan, nə bilim, bir nəğmələrin bir cüzi bir hissəsidir. Çünki musiqiyə aid çox böyük arzularım var. Ancaq təbii ki, ona çox xüsusi bir vaxt lazımdır. Xüsusi bir, yəni o musiqi elə bir şeydir ki, ancaq özünə çox diqqəti çox sevir. Yəni ona görə bu mümkün olmadıqda biraz bacardığın qədər. Çünki ona da sən evladlarının bir hissəsi kimi, parçası kimi baxmalısan. Çünki nə onlardan ayrı tuta bilmərsən, nə də yəni tam onları bir-birindən ayırmaq olmaz. Ona görə bu mənim arzularımın çox bir cüzi bir hissəsidir. Yəni ona görə mən Zeynal Rüstəmli ilə tanış olandan sonra mən gördüm ki, o yəni xüsusi bir istedadı var ki, o fikirləri, mənim fikirlərimi daha doğrusu cəmləyib, yəni mən çox arzumdur ki, musiqiləri bir başqa bir yöndə, başqa bir aranjman olsun. Çox arzumdur ki, ikinci bir diskimdə olsun, amma çox vaxt gedir, çox ömür istəyir, çox əziyyət. Nə qədər vaxt gedir? Bizə çox əziyyətli bir işdir də. Bu işlərə biraz çox əziyyət gedir. Biri var ki, gəlirsən, yazırsan, biri var ki, onu incə-incə işləyirsən. Ona görə səbir tələb edir. Bir müddət, yəni vaxt çox gedir. Nə vaxt gözləyəndə inşallah? Hə, yəni yalan deyərəm valla. Xeyirlisiyle inşallah. İnşallah. Və bizim görüntülərimiz hələ davam eləyir və Yoyomanın bu layihəyə özəlliklə hazırlığı olub. O kadrlarda var idi. Ansamblinin, İpək Yol Ansamblinin. Buyurun. Bəli, Alim müəllim, belə bir sual vermək istəyirəm. Xarici musiqiçilərini işləmək hansı bir çətinliklər yaradırmı? Yəni, mənə gəlir ki, o çətinlikləri çəkməsin, o gözəlliyi ortalığa çıxartmaq olmaz. Əlbəttə, çətinlikləri var, əsəbi var.
Yəni Dil problemi də yəqin ki. musiqidə dil problemi elə çox. Bir adam balaca başı salsa, bəs eləyir. Fərqana da hərdən kömək edir, sağ olsun. Yemək içməkdə, gedməkdə, gəlməkdə. Sonra bu musiqiçilərlə çox vaxtı tərcümə eləyir. Müəyyən qədər də adam olmayanda bütər intervyulər də yola verir. Həm rusca mənə kömək eləyir, həm onu da rusca danışırlar. Bacardığımız. Fərqana, maşallah o işdə biz bozduyuq. Qurucu rejissor, həm də rəqslərin müəllifi Mark Morrisin də intervyusu var, müsahibəsi var. Gəlin bərabər izləyək. Bu əsər haqqında qərar verdikdə təkcə onun cansıxıcı, islamofob tərəflərini deyil, həmçinin əsərin keyfiyyətini, necə işləndiyini, xoreografiyanı, daxili sevgini necə tərənnüm edəcəyimi nəzərə aldım. Həmçinin musiqini yaxşı duyan Azərbaycan xalqına Leyli və Məcnun yaradıcı töhfə oldu. Leyla and Majnun throughout the Middle East, North Africa. Bu əsər Afrikadan Cənubi Asiyaya olan bir sevgi hekayəsi haqqdadır. Qeys Leylinin sevgisindən yollara düşür, Məcnun olur və yol boyu Leylini düşünür. Layla and Qais. But because he's so about it. Alim bəy, qarşıda hansı səfəriniz var? Bu səfərdə demək belə çıxır ki, demək bunlar ki, planlaşdırmışlar 10 dənə konsert. Yəni, onlar düşünürlər ki, səsdə xəstələnə bilərlər, belə falan. Bizə, yəni, kömək üçün 2 cavan oğlan, 2 oxuyan, biri Mirələm. Mirələm, bir də Kamilə xanım. Onlar da gəldi özü, bura gəlmişdi. Gəlirlər seçdi. Özləri gəlmişdi bura. Biz də 5-6 dənə, 4-5 dənə Məcnun, 4-5 dənə Leyli xahiş elədik, gəldilər. Muğam mərkəzində qulaq asdılar. Bunları seçdilər. Bunlar da bizimlə getdilər. Bunlar da başladılar bizimlə məşq eləməyə. Həm də bu Leyli Məcnun 45-50 dəqiqə gedir, amma konsert biraz uzun olmaq üçün. Yəni, onlar hələ bir ki, bir şey olsa, yəni onlar da hazır idi oxumağa. Amma onlar da konsertin əvvəlində bir xal mahnısı, 2 xal mahnısı, bir qəzəl, bir 10-15 dəqiqə ifa edirdilər. Sonra tamaşa başlayırdı. Onlar da bu konsertin hamısında bizimlə iştirak elədilər, bizə dayaq oldular. Hətta biraz arxançılıq oldu ki, dayaq, çox da özümüzü sıxmadıq ki, var da oxuyan oxuyacaq. Onu da xəstələnmədik. Şükürlər olsun. Onlar da köməklədik. 10 gün ərzində. Məsələn, o Leyli Məcnun demək olar ki, o Leylinin rolunda bilmirəm, Zəki Tarçalan olub ya Rauf olub. Onların da biri Leyli idi, biri Məcnun idi. Çünki niyə? Demək, biz daha özümüz kimi oxumurduq. Yəni, oxuyanda o oynayanlara da fikir verirdik. Ritmə. Çünki biz elə gözümüzü yumub oxusaydıq, onlar çünki oynamağı onlar hesablayıblar, sayıblar. Onlar da sözləri çoxsunu əzbərləmişdilər, mövzunu bilirdilər. O oynayanlar, musiqiçilər də. Əl hərəkətləri müəyyən vardı orada. Fərqanəyə gəlib göstərirdi, orada bir qara qız vardı. Gəlirdi Brənsil eləyəndə, Fərqanə başlayırdı 2-ci beyti oxumağa. Mən elə yerlər var ki, orada Leyli Məcnun gəlib birləşəndə, orada sözümü deyirdim. Qalxanda, yerdən qalxızanda, yəni elə bir ki, bizimlə bu işlədir. Orada elə yerlər var ki, daha oxumaq yer yoxdur, Rauf onları yola verirdi. Elə yerdə vardı ki, Zəki onları yola verirdi. Yəni, axırda 4 dənə Məcnun, Leylini Fərqanə xanım dəfn eləyirdi, 4-ünü də mən dəfn eləyirdim. Yəni, bunların hamısı ölçü lazım idi. Yəni, onlar da Tarkamança da o şeyləri hamısını yerbəy elədi. Onlar da, demək, orada 4 Leyli, 4 Məcnun yox. Orada elə bir ki, bu Leylidə, mən Məcnunda, Tar da Leyli, Kaman da Leyli, Məcnun. Yəni, bunlar elə hamısı demək, bir-birinə qarışmışdı.
Həm də səhnənin özündə də 4 Leyli, 4 Məcnun var idi. Çünki bu maraqlısı oydu ki, onlar məsuliyyəti bir Leylinin, bir Məcnununa qoymamışlar. Deməli, pərdə opera 5 hissədən ibarət idi, yəni bölümünə görə. Hər hissədə bir Leyli Məcnun oynayırdı. Yəni başqa-başqa. Onların belə şərfləri var idi. Yəni işıqlar sönəndə o şərfləri dəyişdirirlər ki, artıq yeni Leyli Məcnun. Yəni bu faciəni bir nəfərin üstündə yox, yəni faciə hər kəsin başına gələn bir hadisə kimi formalaşdırmışlar. Onların özləri üçün də maraqlı idi ki, hər kəs özündə bir məsuliyyət daşıdı. Yəni Leyli Məcnun üstünə atmamışlar. Hər kəs öz içində bir Leyli Məcnun idi orada. Necə, əslində çox maraqlı bir yanaşmadır. Elə deyil mi Fərqanə xanım? Doğrudan da. O muğamla onların qurmağı məşqi musiqicilər gəlmədilər, ancaq bizi ilə onları başladılar məşq eləməyə. Rəqsləri. Çünki onu eləməsəydi, o mümkün deyildi. O bizə dedi ki, yəni bu belə oxuyun. Bu olmaz ya. Biz ağzımızda açılıq ayaman 4 dəfə getdi. Burada 3 dəfə getdi, birində başı olmadı. Bu dəqiq ola bilməz. Axırda bir gün səhər gəldi, fikirləşdi ki, hə, beləsi məşq edir. Sonra özümə dedim ki, mən də öz improvizasiyam var da, beləyək. Amma gördüm ki, çox maraqlı bir şey. Qəribə, yəni özü də, Mark Morris özü də qəribə bir insandır ki, yəni deyirlər, 2 qoçun başı bir qazanda qaynamaz. Yəni, maşallah, bir dahi bu, bir dahi o. İndi, yəni bu nəsə deyirdisə ona, qəbul eləyir, amma onu elə göstərir ki, bu xoşuna gəlmədi. Məsələn, musiqidə bir... Axırda bir boşluq vardı. Gördüm, mən gözümü yumuram da, beləncə özümü hala sallam ki, həm darıxmayım, həm də səs də orada mənə kömək edir. Amma quru olanda biraz həyəcan əmələ gəlir. Orada gördüm, bir baza boşluq gəldi, sonra o boşluğu fasilə oldu, dedim ki, bu boşluqda qoy tar o boşluğu doldursun. O da ağına baxdı və bütün dediklərimin içində ən yaxşısı bu oldu. Bəlkə də hamısını yaxşı deyilsə, qəbul eləmək Yox, hamısını qəbul eləyirdi, sadəcə bildirmirdi. Və axırda da şərəfə gəldi ki, dedi... Mən şərəfim yox idi mənim orada. Gördüm, məndə belə quru çıxırdı. Hamıda şərəf məndə yoxdur. Təklif elədiniz? Təklif elədi. Yaxşı dedi, olsun. Amma gördü ki, bəyəndi. Sonra gözəl bir şərəfi vardı, rəngi çox gözəl. Yanaşdıq ki, bəlkə bunu taxa. Yəni yox da, yəni o da qısqandı ki, yəni bu qədər də gözəl da informasiyalar verməyə biraz qısqandı. Dedi, yox, elə bu şərəfi taxın, bəsdir. Bəli. Və bu konsertdə də bizim görüntülərimiz olmalıdır, hə? Gəlin, baxaq da. Buyurun.
vicdan sistemin qanda. Həqiqətən də möhtəşəm ifa, möhtəşəm quruluş, möhtəşəm səhnə. Doğrudan adam baxdıqca baxmaq istəyir və can... Biz də bincə baxırıq. Biz özümüzü görməmişik. Görməmişdiniz ilk dəfə? Axı biz baxırıq səhnə ümumi görə bilmirəm. İndi bizə də çox maraqlı gəlir ki. Çox gözəldir. Çox istəyərdik ki, inşallah Azərbaycanda olsun. İnşallah. Amma Ali müəllim, Amerikalılar bəhbəhlə dinləyiblər. Nə olar ki, bax burada da biz canlı-canlı studiyamızda sizdən rica eləsək. Mən indi bu dəqiqə təxminə oxumaqdan başqa hər şey əlimdən gəlir. Özü səhər Ali müəllimlə yuxudan, yəni düzü tezdən durur, maşallah. Çox yatan deyil, həmişə tezdən namazı qıldı, durur. Səsi işləyə bilər, amma o səhər bəs. Mən sənə yəni palajen vəziyyətdən çıxardım. O olması başqa bir şey. Hey Allah. Ali müəllim sizi gözləyirik. Hə, bilirəm. Bəli. Qanuna qasırca oxuyuram, siz eşitmirsiniz. Ya. Buyurun Ali müəllim. Çay da çox dadlıdır, yeri gəlmiş. Buyurun, onu da mən həllik. Kəkli otlu çaydır, bəh. Çox sevirsiniz? Çox sevirəm, bəli. Çox sağ olun. Aşık oldur kim, aşık oldur kim, kırır canın feda canana. Meyli canan etmesin her kim ki kıymat canına. Vesliye eyyami verip canana can rahat bulan. Eydir ondan kim salır canın gemi hicranına, hicranına, hicranına. Füzulun eter deyir, sen de diyor. Ay. Ah kim? Ah kim? Bir dayan felay rəhimcə dövran etmədi. Bəsli dərman ilə dafi dərdin hicran etmədi. Aman ey, aman ey, aman, aman ey. Səhəriniz xeyir olsun. Bravo. Bu bizim alqışlarımız. Amma hal-hazırda mən istəyərdim ki, Amerika tamaşaçılarının alqışlarını görək. Buyurun. İnşallah. Görsən burada mən başlayayım. Görsən burada mən. Şey, kamışsın sen de. Gülme ay kız, gülme. Təəssüratlarınızı bölüşərdiniz.
Get me. Zalda demək olar ki, oturacağı yer yoxdur, heç maşallah. anşlaqdır. Bu artıq neçənci konsert idi Alim müəllim? Valla 4 tane konsert San Francisco'da oldu. Yani biri de günorta oldu. O 4'ün biri günorta oldu. Ondan sonra da akşam oldu. O birisi şəhərlərdə. 3 Seattle-da oldu. 3'ü də Ann Arbor'da oldu. Halal olsun, doğrudan da fəxr edirik də. Yaşayasınız. Allah siz can sağlığı versin, uzun ömürsün. Hər zaman belə yaradasınız. Allah razı olsun. Və fəxr edirik doğrudan da. Razı qaldıq. Nəyə? Bizi qoymadılar dayanmağa. Avtomat kimi işlədik, amma axırda xeyirli oldu. Xeyirli oldu. Elə bir ki, biz dağa dırmaşırdıq. O alimlər dırmaşır, kıçı qaçır, ipdən asılır. Baba, inan Allaha o cürlə, yavaş-yavaş Allaha şükür, Allahın köməyi ilə axırda çıxdıq dağın üstündə bir gözəl bir nəfəs aldıq. Oradan da birbaşa Azərbaycana. Özünə bax, Ərəbiyə bax. Vətən üçün hər zaman canından keçməyə hazır olan Polkovnik Vüqar Yusifov. Mən fəxr edirdim ki, mənim qardaşım hərbiçidir. Göz yaşları içində olan xanımının etirafları. Televizoru açdım ki, şəhidlərimiz var. 12 şəhidimiz var. Bilmirəm bu nə hissi idi, necə bir şey idisə. Həmin an şəkillərə baxdım, adlara baxdım. Vüqar olacaq, elə bil axtarırdım. Mən yenə özümü fəxrli və şöhrətli sayıram ki, belə evladım var. Bugün çıxış yolu Afət Rahil qızı ilə. Hər həftənin 5-ci günü fermamız ancaq tamaşaçı suallarına həsr olunur. Amma bağışlayın, mən bugün istəmirəm dava olsun fermada. Keçinin gözü aydın olsun ki, günah getdi. Söz mənə xoş gəlməyəndə sözümə sırazı yerindəcə cavablandırıram. Bu mənim xasiyyətimdir, yəni o deməklə mən onu dəyişə bilmərəm. Bu qədər özündən razı olma. Mən kimdən razı olum, yaxşı. Yazsınlar da. Siz də ferma iştirakçılarına maraqlı suallarınızı sosial şəbəkələrlə göndərin. Həftə içi 5 gün. Altının yarısında. ARB-də. Sevda xanım özünün müdafiəsinə qalxdı. Mənə lazımdır şərəf. Sevda xanım. Gülarə xanım iştirakçıların halına biganə qala bilmədi. Studiyada Zeynəbin saçı kəsildi. İştirakçıların üzünü güldürən sürpriz nə oldu? Sizə bir sürprizim olacaq. Bugün İnanıram ki, Mingəçevir şəhərindən hazırladığımız bu piyada verilişi də hər birinizin ürəyinizcə olacaq. Necə, hansı muş deyəndə bəs eləyirdi orada. Moç. Ac olanda insan hər bir şey eləyə bilər. Yəni qardaşını da yeyə bilər, hə? Yox, söhbət qardaşım vətən getmir. Yəni ki, payını heç kimə vermir. Mingəçevirdə intellektual verilişdə mənə sual veriblər. Yəni deyir ki, hansı heyvanın səs telləri yoxdur. Qarışqa yeyən heç olmasa görübsünüz? Görmüşəm, amma səsi zad çıxmıyıb onda. Qardaş, sizin deyən televizorun səs yeri xarab olub. İlk dəfədir ki, bizim qarşımıza iştirakçı çıxır. Deyir, hər bir sualınızı cavablandırmağa hazıram. Problem yox. Yaşın neçə olur olsun, unutma. Böyüməyin sonu yoxdur. Ali müəllim, bu boyda işdən sonra biraz yəqin darıxırsınız, yenə iş görmək üçün, bax belə, orada siz sürətli iş... Qalxı, sönmüş indi. Dənləri məşqlərdir, gördük ki, yəni, elə bir ki, doğrudan Allah Teala insanı bir qəribə yaradıb. Yəni, proqramı verirsən və o yavaş-yavaş hər şeyi bərpa edir. İndi qəzələ baxıram, elə bir bu qəzəli mən oxumamışam. İndi aşıq olduqca oxuyuram, görürəm ki, o birisi beytlər qaldı, axırıncı beyti oxudum. Halbuki onu oxuyub gəlmişəm. Yəni, bir informasiya ki, verirsən beyinə, o beyin başlayır hər şeyi nizamlamağa.
Allah onu bizim əlimizdən almasın. Amin, amin. Amin. Fərqanə xanım, bu məqamda işləyir misiniz yenə? O gözəl səsinizi. Başda. Buyurun, başınız var olsun. Bravo. Yaşa. Çox sağ olun Fərqanə xanım, var olasınız. Allah razı olsun. Çox sağ olun. Ali müəllim, nəvələriniz necədir? Maşallah, maşallah. Allah cəm balaları, nəvələr saxlasın. Yaxşıdır, amma axır elə o Amerikadakı biraz çox qaldıq. Biz o Amerikadan qabaq da Almaniyada olduq. Yəni Rauf bəy, kamançı çalan mən, bir də bizim Azərbaycan gözəl cazmeni, pianoçu Talman Qəmbərovla
Bir də Avropalı bir saksofon çalan var idi. O saksofon adi saksofon deyil. O özünə məxsus idi. Hansı millətini dəyə bilmədim. Yəni orada da bir 10 gün qaldıq. Biz elə Amerikadan qabaq. Onunla məşq elədik. 2 dənə konsert verdik. Biri Osnabrückda, bir də Hollandiyada. Yəni çox maraqlı qarşılandı. Yəni hər kəsən özü üçün üzüm eləyirdi. Çox maraqlı çıxdı. Tamaşaçılar da deyib, ikinci Alim Qasımov gəlir. Alimdir, bu balaca alim. Hə, bu başlayacaq oxumağa. İnşallah. Neçə yaşı var alimdə? İndi 3 olacaq da. 3 yaşı. Oxuyur, Oxuyur, hə? Harada mikrofon görür, cumur. Davamçınız olacaq yəqin ki. Bir də eləyəcək, baba, görürsən. Çünki bunun dədəsi bu doğulan günündən bunu nağarasını, qarmonu, dəfi, tarı, kamanı hamısı hazırdır. Hazırdır. Belə ürəyə hansı haçan istəyir, onu götürür, çalır özü üçün. Çox belə maşallah istedadlı uşaqdır. Orada o yaxşı bir tədbir keçdi. Ondan sonra da biz getdik Amerikaya. Nəvələr də ki, ondan bəri hələ nəvələrlə biraz yaxşı ünsiyyət qurmamışam. Elə bir ki, yaddaşmışam biraz. 40 gündür də, Alim mənim 40 gündür çıxıb evdən, mən bir aydır. Səhər-səhər qızım durub, dünən mənə şikayət edir ki, mən dədəni görməmişəm, mən onu bağrıma basmaq istəyirəm. Mən nə vaxt, Həlimə mənə deyir ki, mən onu bağrıma, Fatimə deyirəm ki, çünki dədə yoldan gəlib, Amerikadan gecə-gündüz var da, bir vaxt yatırıb, bir vaxt durur. Gəlməmişim. Biraz çox çətindir. Uşaqlardan soruşuram, Fərqandan soruşuram, amma o birisilərdən birələrlə Kamil'dən heç xəbərimiz yoxdur. Onlar zəng gəlmir ki, birdən yatarlar. Yatarlar, hə. İndi nə vaxt görüşəcəksiniz inşallah Alim müəllim? Elə bir-bir görüşəm ya. İnşallah. Və bu ad günündən səhv eləmirəmsə? Hə, bu deyəsən kişinin ad günündən. 1 yaşında. 1 yaşından. Burada oxuyur səhv eləmirəmsə, hə? Hə, burada oxuyur, hə. Lap balaca körpə vaxtı var, o mənim telefonumda olmalı. O yumurta qoyurlar mənsinə. O yumurta qablarını götürüb əlinə, oxuyur, sonra əl çalır, sonra bir də o birisini də götürür. O qədər qışqırır, axırda dədəm deyir ki, deyən, səsin basacaq, deyən, bəsdir. Maşallah, inşallah davamçınız olacaq yəqin ki. Allahın qisməti, yaxşı olsa olsun, pis olub körləyəcəsə olmasın. Hə, onu siz artıq biləcəksiniz Alim. İnşallah da mən də bilməsəm, atası, anası da, özləri də yaxşı zövqlü. Bizdən də hamısı fərqanlıq kimi ifası olmasa da, çox böyük bir tənqidşünaslar yetişir bizim önümüzdə. Balaca qızım, yoldaşım ki, smert elmir, yəni o jurudan keçmək mümkün deyil. Hələ hindi də bizim jurumuzdur. Ən güclü tənqidçimizdir. Hindi də vuruşuruq, amma görürəm ki, düz deyil. Düz deyil. Sonra elə oğlum özü, sonra gəlinim də maşallah tanınırmış demək, amma hərdən bir sözlüyü görürəm, bu da juru deyil. O kimi önümüzdə bir 4-5 dənə juru var. Bizim işimiz çətindir. Çətindir. Həqiqi o jurudan hələm sənətkar keçməz. Alim müəllim, dinləyirsiniz də onları? Razılaşdığınız məqamlar olur yəqin. 100% dinləyirəm, çünki doğrudan da mütləq hər bir sənətkarın bir tənqidçisi olmalıdır. Çünki onlardan başqa bizi tənqid eləyə bilməzlər. Çünki o yad adam deyərsin, qəlbinə deyər, neyinə. Amma bunlar birbaşa deyir ki, belə söz deməzlər, bu mahnı ora girmir, belə sonra. Çox azadlıq vermişəm də onlara. Bildirə bilərlər. Biz ki, onlarla razılaşırıq. Onlar da çox həvəslə o tənqidi bizə yerində buraxmırlar bizi. Yəni, ən çox Azərbaycan konsertlərində bizi ilk qarşılayan onlar olur. Bir də görsən, üzlərinə baxırsan, bilirsən ki, konsert daha elə keçib ki, söz deməyə halları yoxdur. Və yaxud bir də görsən ki, nəsə narazıdırlar. Bütün günün tənqid. Hə, o şimdi günümüzü qara eləyirlər. Bir balaca qızımla konsertə gezmişdik. Belə imkan var idi, bir tur idi, maşınla gedirdik. Bu da diribaş qızdır. Xaricdə. Hə. Maşallah. Konsertini bitər, oxuyub tutarımda çoxudur, dalbadar idi, 5-6 konsert idi. Minirdim maşına bir 600 kilometr, 700 kilometr gedirdik, təzədən konsert verirdik, təzədən başqa şəhərə, o yan bələ. Bir də gördüm ki, diriba əlini açıb gəlir, açmır, belə falan, ağ atdım əvvəl. Bir də gördüm, elə bir konsert, diriba yoxdur. Demək, bu istəmir iskusunu gəlsin, desin ki, yaxşıdır, pisdir, itib yoxdur diriba. Gözə görsənmir. Sonra bildim ki, biraz deyəsən, yaxşı olmayıb, gəlin bəy təbrik eləməyib. Ay maşallah. Bizdə o şeylər çox maraqlıdır. Musiqi xiridarları da, yəni muğam xırdalayanlar. Fərqanə xanım, mən bildiyimə görə sizin övladlarınızdan da oğlunuz. Maşallah, böyük qızı Fatimə,
Salih, sonra o orkestrlə doludur. Yönləndirsək əgər həqiqətən musiqiyə çox böyük istedadlar var. Ancaq mən nəsə arzumdur ki, bunlar rahat həyat yaşasınlar, elmlə məşğul. Bizim musiqi həyatı çox çətindir və gəl bunu etiraf edək ki, musiqi həyatı çox çətindir. Gəl sənin nazı çəkən olsun, sənin xüsusi bir, necə deyim, işin, gücün, nazın, belə hamısı. Biz musiqiçini ağır sənət olmağını bilirik. Amma başqa sənətdə olsaydı, o biz bilmirik ki. Ona görə də biz istəmirik. Hər adamı dinləyirsən, doktordur. Yazıq xəstə ilə olur, xəstə də baxdı, belə deyil, bir sonra əlində öldü. Allaha şükür biz heç kimi öldürmürük ki. Allah eləməsin. Biz doktor da adam öldürmürük. Olur, onun qisməti elə ölmək imiş, doktorun əlində ölürdü, vay, bu doktor adamı tuturlar, sağlar türmüyə. Biz bilirdik, biz bir dənə rəqəmi səhv yazıb tutursa, onların da zülmü var. Böyük bir qızım var, yəni alim mənim böyük nəvəsi Fatimə. Özünü öldürür ki, mənə göndər bu İstanbulda nə verilişidir o? O Səs Türkiyə. O Səs Türkiyə. Bu uşaq 2-3 ildir mənə öldürür ki, mənə göndər. Mən deyirəm, ay bala, sakit olsan, ged işini gücün məşğul. O oğlan özünü öldürür ki, nə olar, mən gedim o Türkiyə. Oğlunda çox maraqlı istedad var, yəni mən onu istəsəm də öyrətənmərəm. Onun özünün boğazında çox qeyri-adi şeylər var. İnşallah gələn verişlərdə bir onu sizin televiziyayla təqdim edəyəm. Nə yaxşı olardı Ali müəllim, bugün də gəlsəydi. O dəfə elə nəfəslə vurur, o mən vura bilmərəm. O içində var o uşaq. Çox qəribə bir uşaqdır. Allah qorusun. Yəni mənə elə gəlir ki, o başlasa maraqlı şey başlayacaq. Maşallah. 2 müəllimi olacaq evdə. Yəni ki, o iş qulaq asır müəllimlərə. Özünə məxsus bir şey var. Deyirsən bunu təkrar elə, ay bala, bu dənə boğazı görsən ki, o özündən bir boğaz edir. Çox başqa bir şeydir. O əmləri doğrudan da o əməli düz bir istiqamət olsa, yəni o çox qəşəng oxuyacaq. Onun boğazlarında anadan gəlmə ərəb hissləri var, ərəb zəngulaları var. Çox maraqlı bir şeydir. Əlbəttə, hər bir şey genetikadan gəlir, alim müəllim. Yəni, mən belə başa düşdüm ki, alim müəllim istəyir ki, nəvələri davam eləsin. Amma Fərqanə xanım, mən anladım ki, biraz o qədər də istəməyən, çətinliyinə görə. Çünki bilirsiniz, mənim atam mənim əziyyətimi çəkib, bu məqama gətirib. İndi də mənə baxır, məsələn, sevinir işin. Çünki mən onun böyük bir əziyyətiyəm, böyük bir zəhmətiyəm. Çünki mən öz evladımın üstündə o əziyyəti çəkə bilmirəm. Mənim hövsələm yoxdur. Ancaq bu, mənim gözümün qabağındadır ki, mən körpə uşağı idim. Məni tarla, zülümlə otustururdu. Mən bəlkə də qaçırmaq istedim oynamağa. Ürəyimdə də mənə bir dənə buraxıb mən qaçım. Ancaq o səbirlə mənə muğamları, indi də mən öyrədir. Məşq eləyirəm, görürəm ki, deyir, belə oxuma, belə oxu, deyirəm, ürəyimdə deyirəm, daha 40 yaşım oldu, qoy oxuyum da istədiyim ki. O üçün bu iki hələ də öyrədir. Allah razı olsun ondan. Yəni, böyük usta, hər kəsə nəsib olmayan bir xoşbəxtçilikdir. Yəni ki, mən necə onun əziyyətinin bəhrəsiyəm. Allah hər bir evladı öz anasının, atasının gözünün qabağında gözəl bir bəhrə eləsin. Xeyirli evladlar olsun. Mənim onların qarşısında heç bir sipərim yoxdur. Yollar açıq olsun. Biz deyərik ki, monitora var. Burada deyəsən, bu nədir? Nəvəl... Deyək, Salih. Bu nədir? Salihə bax. Bu 4 nəvənin... Salih səsi var da burada. Var, oxuyur. Zəla da oxuyur da burada. O da gəldi də, daha nə istəyirsən? Oxuyacaq Salih burada. Bax, Salih oxuyacaq. Oxuyur, bax. Bura bax, bura. Əlinə bax. Mumke bax, mumke bax. Bura yaxşı gedib belə oraya. Maşallah. Maşallah, maşallah. Ay maşallah. Bəli, Alimin gözəl səsi və Ali müəllim sizin əlinizin işarəsini götürür. Mən unutmuşam bugün ya, maşallah. Görürsünüz, xatırlatdım bugün. Təşəkkürümü bildirəm sizə. Siz çox sağ olun. Çox heyif ki, vaxtımız sona gəlir, çatır. Çox sağ olun, var olasınız Alim müəllim. Allah sizin canı sağ olsun. Səhnə özü gelişdirəndirin, bir gələn dəfə... Siz narahat olmayın, mən hepsi duraram. Çox kollektiv gələcək. Biz çox istəyərdik, bax siz gəlsəydiniz, valla. İnşallah, inşallah. Gələn dəfə inşallah belə bir fikirləşərik, maraqlı bir iş eləyərik. Amma çox sağ olun, var olasınız. Siz də sağ olun, var olun, zəhmət çəkənlər sağ olsun, Allah razı olsun. Allah sizin canınızı sağ eləsin, böyük ustadımız. Az da olsa Azərbaycana təqdim ediniz bizim o zəhməti. Siz bizi Azərbaycanı təbliğ eləyirsiniz bütün dünyada. Və mən bir şey dedim, məsələn, Alim müəllim,
mən sizin çox sevirəm. Allah sizə can sağlığı versin, yaradıcılığını sevirəm, sizin özünüzü sevirəm. Amma hər gün mən dinlədiyim bir mahnı var. Mən bilmirəm, ən yaxşı anımda da onu deyirəm, ən pis anımda da mahnı deyirəm. Bu xatirəmdir. Mənim üçün o bilmirəm, hər bir halını dinlədim və mütləq gündə mən onu 3-4 dəfə dinləməliyim. Özdə musiqi, yüksək səslə onu dinləməliyim. Mənə çox deyiblər ki, yoldaşım onu birinci dəfə qulaq asın. Dəhşət o mahnıdır, mən bilmirəm. Və baba mənim gəlmiş ki, bizim verişimiz qeyd elədi ki, o deyəsən, dünya psixoloqlar onun hansısa bir müalicə vasitəsi kimi istifadə edirlər. Olur, musiqi ilə istifadə olur. Bəli, məhz bu mahnıdan. Odur ki, Ali müəllim, hər zaman qəlbimizdə, sürəyimizdəsiz və Fərqanə xanım, siz də çox sağ olun. İnşallah sizin valalarınızı, sizin yolunuz davam eləyər. Amma bu məqamda biz əlbəttə ki, bir ifa ilə bitirməliyik. Bəli, sizdən gözəl bir ifa və tamaşaçılarımız bugün sizinlə sağollaşırıq. İnşallah, düşünürəm ki, ürəyiniz oldu. Bugün sağ olun. Buyurun. Çiçekler açmasa gelersen yaz geler. Çiçekler açmasa gelersen yaz geler. Üfükler tutulsa gülersen göğü güler. Gazeple kışkırsan ulduzlar döküler. Bir xumar baxışla saadet bağışla. Bir xumar baxışla saadet bağışla. Yine geldin sen, bakıp güldün sen. Çaylar taştı, nəğmə qoşdu sənə. Kənara baxarsan gözümdə od yanar. Kenara bakarsan gözümdə od yanar. Üzüme bakarsan ürəyim tanar. Bu alem başıma dolanar, dolanar. Yine geldin sen, bakıp güldün sen. Bahar geldi, güller açtı, çaylar taştı, nəğmə koştu. Çaylar taştı, nəğmə koştu sana. Bir kumar bakışla sen